Salam, hər vaxtınız xeyir olsun. Belə bir suala baxaq. Bizə verilir ki, cədvəldə sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilir və bu nəticələr əsasında da Access sorğusu üzrə neçə dənə səhifə tapılarsa, o səhifənin sayını müəyyən etməliyik. Ümumiyyətcə, bu tip məsələləri həll etmək üçün ya Venn diaqram çəkilərək o Venn diaqram üzərində həll olunur və yaxud da daha qısa şəkildə düsturumuz var ki, hazır düsturlardan istifadə edərək tapmaq olur. Hansı düsturlardır? Bu tip suallar iki cür ola bilər. Ya Word və Excel, yəni ikili sorğuların nəticələri verilər, ya da ki, bizim məsələmizdəki kimi üçlü sorğuların nəticəsi verilir. Əgər ikili sorğu verilərsə də, bu zaman nə edirik? Bunların tək-tək sorğusu nəticəsində tapılan səhifə saylarının cəmi bərabər olur. Birləşməsi ilə kəsişmələrinin nəticəsində tapılan səhifələri saylarının cəminə. Yəni, A ilə B-nin cəmi bərabər olur. A ilə B-nin birləşməsi və A ilə B-nin kəsişməsinin cəminə. Əgər yox, məsələdəki kimi üçlü olarsa da, bu zaman bu düsturdan istifadə edirəm. A-nın, B-nin və C-nin birləşməsi bizdə nəyə bərabər olur? Bunların tək-tək cəminə, yəni A birləşsin, daha doğrusu üstünə gəlsin B, üstə gələk C və bunları topladığıma görə bir də kəsişmələrini cüt-cüt çıxıram. A-nın B ilə kəsişməsi, çıxılsın A-nın C ilə kəsişməsi, çıxılsın B-nin C ilə kəsişməsi və ən sonunda da hər üçünü çıxdığıma görə hər üçünün kəsişməsini düsturuma əlavə edirəm. Bu şəkildə olur. İndi baxıram, mənə A-nın B-nin C-nin birləşməsini, yəni Word-ün, Excel-in və Access-in birləşməsini, birləşmə o deməkdir də, bizə verib 98. Onda bu düsturda yerinə yazdım o birləşmənin yerinə 98. Bərabərdir. İndi tək-tək axtarış nəticəsində tapılan səhifə saylarını yazmalıyam. Word üzrə 42-dir. 42-ni yazdım. Üstə gələk, Excel üzrə 35-dir. 35-imizi də yaza bilmədik. Sonra üstə gələk, C üzrə də, yəni Access üzrə olmalıdır və bizdə də onsuz da sualda Access-i istəyir deyə bura X yazıram. Bir də çıxmalıyam cüt-cüt kəsişməsini. Baxıram, Excel-in Access-lə kəsişməsi var. Word-ün Access-lə kəsişməsi var, amma Excel-in nə ilə kəsişməsi yoxdur? Word-lə kəsişməsi yoxdur. Excel kəsişsin, Word yoxdur. Nə etməliyəm? Onda onu tapmalıyam ki, mən düsturda yerinə yaza biləm. Baxın, bizdə Word var, Excel var. Word-lə Excel-in birləşməsi var, amma kəsişməsi yoxdur. Onda bu düsturdan istifadə edərəm də. Gəlin Word-ün yerinə 42 yazaq. Excel-in yerinə, yəni B-nin yerinə 35 yazaq. Sonra onların birləşməsini yazmalıyıq. Word-lə Excel-in birləşməsi 63-dür. Və kəsişməsini yazmalıyam, amma kəsişməsi yoxdur. Onun yerinə X yazaq. Və buradan X-i tapıram ki, bizdə nəyə bərabərdir? 77 çıxaq 63, yəni 14-ə bərabərdir. Yəni, mən tapdım ki, Excel-lə Word-ün kəsişməsi bizdə 14-dür. İndi bunun yerinə yazıram 14. Çıxılsın, digər kəsişmələr biri 13-dür, biri 17-dir. Çıxaq 13, çıxaq 17. Və üçün də çıxdığıma görə artıq üçünün kəsişməsini əlavə eləməliyəm. Word-ün, Excel-in və Access-in kəsişməsi bizdə 9 verir. Üstə gəldim 9. Buradan artıq X-i tapsam, demək ki, mən nə edirəm? Access sorğusu nəticəsində tapılan səhifə saylarını müəyyən edirəm. Bu da X bərabərdir. 98 o tərəfdə qalır. Çıxmalıyam nəyi? 14, 13, 17 bizdə verdi 30, 44. Bu bizdə 77 edir. 77-dən 44 çıxdım. Qaldı bizdə 33. 33 ilə də 9-u topladım, 42 elədi. Yəni, bu 98-dən 42-ni çıxmalıyam. Nəticədə X bərabərdir bizə verir 56. Yəni, Access sorğusu üzrə bizdə 56 dənə səhifə tapılmış olur.